Doğru olmayan fikri müəyyən edin. Sualı əsas anlamaq lazımdır. Burada nə soruşur? Doğru olmayan soruşur. Merkur Günəşə yaxın, Neptun isə daha uzaqdır. Doğrudur. Günəş sisteminin ən böyük planeti Yupiterdir. Doğrudur. Ayın müxtəlif şəkillər görünməsi səbəbi onun yer ətrafında eyni zamanda yer ilə birlikdə Günəş şəkildən fırlanması. Doğrudur. Merkur, Venera, Yer, Mars, yer yazmayıb da Mars Günəş sisteminin daxil plan. Doğrudur. Günəşdən uzaqlıqda planetlərin orbit üzrə hərəkət sürəti artır, əksinə azalır. Cavab Y variantı. Mars və Venera planetlərinə aid daxili planetlərdir. Doğrudur. Planetlərinə aiddir. Yenə feilə baxırıq, yenə sonuna baxırıq. Günəş hərəkət sürəti Yupiter, Saturn, Günəş ətrafında hərəkət sürəti Yupiter, Saturna görə daha çoxdur. Sürəti deməli doğrudur. 2 doğrudur. 1, 2. Öz ox ətrafında hərəkət sürəti Uran, Neptuna görə daha çoxdur. Öz ox ətrafında əksinə. Yer planeti planetlərin orbit arasında yerləşir. Bəli, Yer, Merkuri, Yer, Mars belə gəlir. Merkuri, Venera, Yer, Mars. Bəli, bu da doğrudur. Deməli, 1, 2, 4. Ən çox asteroid planetlərin orbit arasında cəmlənmişdir. Bu da yanlışdır. 1, 2, daha doğrusu D variantı. Doğru, yanlış fikirlər. Günəşdən kosmik vəziyyətə gələn şüaların hissəciklərin maqnit sahələri məcmusu Günəş küləyi deyilir. Doğrudur. Maqnit qasıqları qütb parıltısının yaranması səbəb olur. Bu doğrudur. Günəş səthi temperaturu nisbətən aşağı olduğu isə günəş ləkələri doğrudur. Maqnit və coğrafi meridianlar yarılımı 23.5 yox, 11.5 dərəcədir. Yanlışdır. Deməli, doğru, yanlış. Böyük partlayış nəzəriyyəsi kainatın başlanğıcı indiyə qədər hadisələr. Deməli, birinci, böyük partlayış, 2, qaranlıq dövr, 2, daha da kosmik şüalanma, sonra qaranlıq dövr, sonra ilk ulduzlar, ilk yeni qara dəniz, qara dəlik, prokalaktikalar və müasir qalaktikalar. 3, 1, 2, 3, 1, 2, 4, 5, B variantı. Doğru olmayan fikir müəyyən edin. Yerin maqnit oxunun yer səthlə kəsdiyi nöqtə maqnitlər deyilir. Doğrudur. Maqnit meridianı coğrafi meridian kəsdiyi maqnit meridian bucağı hərəkəti. Doğrudur. Maqnit sahəsinin əhatəli bütün sahə maqnitosfer. Doğrudur. Yer səthinin vaxtaşırı indeksi. Doğrudur. Maqnit meridian bucağı 23.5 yox. Bu yanlışdır. 11.5 dərəcədir. Euler-Venn diaqramının uyğunluğu müəyyən edin. Səmada qırmızı rəngdə görünür. Marsdır. Yer planetinin qonşusudur. Hər ikisidir. Şərqdə Dan Zöhrə adlanır. Venera. 2P2 var. Bu da Mars. 1-ə 3, 2-ə 1, 4, 3-ə də 2. Y variantı. 75 şimal ayının dairəsində qütb gündüzləri başlanan vaxt deməli, yer kürəsidir. 75 şimal ayının dairəsi. Qütb gündüzləri belə. Gündüz. Qütb gündüzləri başlanan vaxt, qütb gündüzləri biz dedik ki 66.5-dən başlayır. 66.5-də, məsələn, şimalda 66.5 tarixində, daha doğrusu enliyində, şimal enliyində. Nə zaman başlayır qütb gündüzü? 22 iyunda. Yəni, Günəş 23.5 şimal ayının dairəsində olanda. Onda başlayır qütb gündüzü. Biz baxsaq bunları görək ki, ikisi 90-a tamamlayır. Yəni, biz 66.5 dərəcə qütb gündüzü başlayanda və yaxud 23.5-də günəş şüaları, günəş olanda hansı ərazidə, hansı enlikdə qütb gündüzləri olacağını tapmaq üçün deməli, 90-dan çıxırıq həmin enliyin qiyməti. Günəşin zeniti oldu. Deməli, qütb gündüzü bərabərdir. Günəşin, daha doğrusu 90 çıxılsın günəşin zenitdə olduğu məntəqə. 90 çıxılsın günəşin zenitdə olduğu məntəqə. İndi burada qoysaq, deməli, qütb gündüzü 90 çıxılsın 23.5, 66.5. İndi burada bizim qütb gündüzü nə zaman başlayır? 75-də. 75 bərabərdir. 90 çıxılsın günəşin zenitdə olduğu məntəqə. Bu da bərabərdir. Günəşin zenitdə olduğu məntəqə bərabərdir 20. 20 dərəcə şimal enliyi, cənubda olsa qütb gecəsi olar.
Deməli, günəşin zenitdə olduğu məntəqəni tapdıq. İndi nə deyir? Başlanan vaxt, buranı tapdıq. 30 şimal, 40 cənubi ilə günəşin şu an düşmən bucağı müvafiq olub tapaq. Günəşin düşmən bucağı tapmaq lazım. Günəşin zenitdə olduğu məntəqə verilib. Deməli, verilən məntəqənin coğrafi enliyi bərabərdir. Birinci 30 şimal, bir də 40 cənubi dairəsi. İndi gəlin bunu yerinə qoyaq, hesablayaq. Deməli, günəşin düşmə bucağı bərabər 90 çıxılsın verilən məntəqənin coğrafi enliyi plus minus günəşin zenitdə olduğu məntəqə. Verilənlər birinci yazaq. Birinci 30-dan başlayaq. Günəşin düşmə bucağı. Günəşin düşmə bucağı bərabər 90 çıxılsın. Verilən məntəqə 30 şimalin dairəsi. Günəşdə tapmışdıq. Günəşin zenitdə olduğu məntəqə 20. Şimalin dairəsi. İkisi də eyni olduğu üçün, ikisi də şimal olduğu üçün çıxırıq. Bərabərdir. 90-dan 20-də 30 çıxır. 10 90-dan 10 çıxanda 80 dərəcə. Deməli 30 şimalin dairəsinə 80 dərəcə. İndi 40 cənubin dairəsini tapaq. Yenə eyni düsturdur. Amma bu da 40 cənubin dairəsi. Günəşin düşmə bucağı bərabər 90 çıxılsın. Verilən məntəqə 40 cənubin dairəsi. Günəşin zenitdə olduğu məntəqə 20 şimal en dairəsi. Biri şimal, biri cənub olunub toplayırıq. Bərabərdir. 90 çıxılsın 20 ise 40 60 bərabərdir 30 dərəcə. Deməli 80 daha doğrusu 20 yox, 75-dirsə günəşin zenitdə olduğu məntəqə, üzr istəyirəm. 90-dan 70 çıxmışam, 75 çıxmaq lazımdır. Texniki səhv. 15 dərəcə. Günəşin zenitdə olduğu məntəqə 15 dərəcədir. Plus 15 şimalin dairəsi. Çünki fərqli yarımşardır. 55, 90 55 çıxanda 35 dərəcə. 40 cənub en dairəsinə 35 dərəcə. 35 dərəcə. 30'u da tapaq yenidən. Yox, texniki səhv eləmişik. Günəşin düşmə bucağı bərabər 90 çıxılsın. 30 şimal 15 şimalin dairəsi. Bu da eyni olduğu üçün çıxırıq da bərabər 90 çıxılsın 15 bərabər 75 dərəcə. Texniki səhvlər olur, üzürlü sayın. Azərbaycan aşağıdakı tarix aralığı hansında Azərbaycanın gündüz uzunluğu həm artmaqda, həm azalmaqdadır. Həm artır, həm azalır. Deməli, Azərbaycan yerləşir 40 şimalin dairəsi. Yəni şimal yarımkürəsi. Şimal yarımkürəsində günəşin hər zaman həm artmaqda, gündüz uzunluğu. Deməli, yenə gündüz uzunluğu artır, azalır. Bunu tapmalıyıq. Hansı tarixdə? Həm gündüz uzunluğu artır, həm də azalır. Gündüz uzunluğu artmağa nə zaman başlayır? Gündüz uzunluğu arta gəlir hansı tarixə kimi? 22 iyun tarixinə kimi. Çünki günəş 23,5 şimal dairəsinə 22 iyunda olur. Və 22 iyuna doğru gəldikcə və biz deyik ki, şimal yarımkürəsinin gündüzdən uzunluğu arta gedir şimala doğru. Arta gedirsə, gəlir 22 iyunda burada dayanır. 22 iyun dayandı. Bakıda gəldi, ən uzun gündüz oldu. Və sonra 22 iyundan sonra başlayır geri gəlməyə və geri gələndə gündüz uzunluğu azalmağa başlayır. Cavab Y variantı.